Salam dəyərli izləyicilər. 13-19 aprel həftəsinə qədəm qoyuruq və göy üzü bizə yeni fürsətlər vəd edir. Hər bürcün özünə məxsus enerjisi bu həftə həyatınızın müxtəlif sahələrinə təsir edəcək. Videonun sizə faydalı olması üçün bəyənməyi, hələ də abunə deyilsinizsə, kanala abunə olaraq ailəmizə qoşulmağı unutmayın. Qoç. Evdəki gərginlik yerini sülhə buraxır. Ailə üzvləri ilə münasibətiniz daha yumşaq olacaq. Ortaq bir qərar vermək üçün ən uyğun vaxtdır. Münasibətinizdə daha çox diqqət və qayğı tələb edəcəksiniz. Qarşı tərəf bunu anlayacaq. Subay qoçları üçün yeni tanışlıqlar çox həyəcan verici olacaq. İş yerindəki yaradıcı layihələriniz rəhbərlik tərəfindən bəyəniləcək. Yeni bir təklif almaq ehtimalınız çox yüksəkdir. Xərclərinizə nəzarət etsəniz, həftəni uğurla bağlayacaqsınız. Gözlənilməz bir gəlir mənbəyi büdcənizi rahatlaşdıra bilər. Dərslərinizdə daha sistemli olmaq sizə əlavə boş vaxt qazandıracaq. İmtahanlara hazırlaşanlar üçün şanslı bir dövrdür. İdmanla məşğul olmaq stressinizi azaltmağa kömək edəcək. Qidalanmanıza fikir verin. Bu həftə biraz daha diqqətli olun. Ulduzların sizə məsləhəti: tələsməyin. Səbirli olmaq bu həftə sizi hədəfinizə daha tez çatdıracaq. Buğa. Evdəki mühit daha sakit olacaq. Ailə üzvləri ilə keyfiyyətli vaxt keçirəcəksiniz. Evinizlə bağlı kiçik dəyişikliklər etmək sizə xoş gələcək. Münasibətdə sabitlik və etibar ön plana çıxır. Partnerinizlə aranızdakı bağ möhkəmlənəcək. Subay buğalar üçün qəfil bir qarşılaşma eşq qapılarını aça bilər. İş mühitindəki gərginlikləri səbirlə həll etmək bacarığınız hər kəsin diqqətini çəkəcək. Yeni tapşırıqlar sizə karyeranızda irəliləmək üçün şərait yaradacaq. Maddi vəziyyətinizdə ciddi bir yüksəliş gözlənilir. Büdcənizi düzgün planlaşdırmaq gələcək üçün faydalıdır. Dərslərdəki uğurunuz ətrafınızdakilərin diqqətini çəkəcək. Motivasiyanız yüksəkdir. Yeni bir mövzu öyrənmək marağınız sizi daha da irəli aparacaq. Yuxu rejiminə xüsusi diqqət yetirin. İstirahət etmək vacibdir. Fiziki aktivliyinizi artırmaq enerjinizi bərpa edəcək. Ulduzların sizə məsləhəti: özünüzə inanın. İstədiyiniz uğura nail olmaq üçün lazım olan hər şeyə sahibsiz. Əkizlər. Ailə içindəki ünsiyyətiniz daha da dərinləşəcək. Qohumlarla görüşlər sizi xoşbəxt edəcək. Evinizdə xoş bir atmosfer hökm sürəcək. Sevgi həyatınızda daha macəralı və maraqlı günlər sizi gözləyir. Subay əkizləri üçün sosial çevrələrdə yeni tanışlıqlar uğurlu olacaq. İşinizlə bağlı yeni fikirləriniz komandanız tərəfindən müsbət qarşılanacaq. Yeni bir layihə başlamaq üçün əla vaxtdır. Maddi vəziyyətinizdə müsbət dəyişikliklər olacaq. Gəlirləriniz arta bilər. Pulunuzu düzgün idarə etmək gələcək üçün vacibdir. Təhsildə daha aktiv olmağınız sizə yüksək nəticə gətirəcək. Maraq dairənizi genişləndirmək sizin üçün çox faydalı olacaq. Stressdən uzaq durmağa çalışın. Meditasiya sizə kömək edə bilər. Bol su içmək sağlamlığınız üçün çox vacibdir. Ulduzların bu həftəyə olan sizin üçün məsləhəti: İrəli baxın. Keçmişi geridə qoymaq sizə yeni imkanlar açacaq. Xərçəng. Ailə daxilindəki emosional bağlar bu həftə daha da güclənəcək. Evinizdə sülh və sevgi dolu bir ab-hava olacaq. Münasibətinizdə daha çox anlaşma və sevgi hiss edəcəksiniz. Subay xərçənglər üçün ciddi bir münasibətə başlamaq ehtimalı böyükdür. İşdəki səyiniz rəhbərlik tərəfindən qiymətləndiriləcək və uğurlu nəticələr əldə edəcəksiniz. Yeni iş təkliflərinə açıq olun. Bəlkə də bu fürsətdir. Maddi vəziyyətiniz stabilləşir. Qazanclarınız istədiyiniz səviyyəyə çatacaq. Yığımlarınızı artırmaq üçün yeni imkanlar axtarın.
Dərslərinizdə daha fokuslu olmaq nəticələrinizi yüksəldəcək. Yeni bir şey öyrənmək sizə çox böyük zövq verəcək. Sağlam qidalanma vərdişlərinizi davam etdirin. Bu həftə çox önəmlidir. İdman etmək sizin üçün faydalıdır. Ulduzların sizə məsləhəti. Duyğularınızın arxasınca gedin. Daxili səsiniz sizi düzgün istiqamətə yönəldəcək. Dəyərli izləyicilər, artıq 4 bürcü tamamladıq. Həftənin enerjisi kifayət qədər dinamikdir. Sizcə bu həftə həyatınızda nəyə daha çox ehtiyacınız var? Uğura, yoxsa daxili rahatlığa? Şərhlərdə yazın. Həmçinin videolarımızın davamlı olması üçün bəyənməyi və kanala abunə olmağı unutmayın. Şir. Evinizdə şən və enerjili bir atmosfer olacaq. Ailə üzvləri ilə əlaqələriniz yaxşılaşacaq. Evdə keçirdiyiniz vaxtdan həzz alacaqsınız. Münasibətinizdə ehtiras və sevgi dolu anlar sizi gözləyir. Subay şirləri üçün cəlbedici bir tanışlıq ola bilər. İş yerindəki liderlik bacarığınız hər kəsin diqqətini çəkəcək. Yeni bir layihədə iştirak etmək karyeranıza müsbət təsir edəcək. Maddi vəziyyətinizdə artım gözlənilir. Gəlirləriniz sizi sevindirəcək. Xərclərinizi nəzarət etmək gələcək üçün çox vacibdir. Təhsildə daha iddialı olmaq istəyiniz uğurunuza birbaşa təsir edəcək. Yeni bacarıqlar öyrənmək üçün əla həftədir. Fiziki aktivliyinizə fikir verin. Bu həftə çox hərəkətli olun. Sağlam qidalanmaq enerjinizi yüksək tutmağa kömək edəcək. Ulduzların sizə məsləhəti. Özünüzə inamınızı itirməyin. Siz hər çətinliyin öhdəsindən gələ bilərsiniz. Qız. Evinizdə nizam və rahatlıq hökm sürür. Ailə üzvləri ilə münasibətləriniz daha da dərinləşəcək. Evinizlə bağlı istədiyiniz dəyişiklikləri edə bilərsiniz. Sevgi münasibətlərində daha çox səmimiyyət və dürüstlük axtarışındasınız. Subay qızlar üçün maraqlı biri ilə tanışlıq həftəyə rəng qatacaq. İşdəki detallara olan diqqətiniz rəhbərlik tərəfindən çox qiymətləndiriləcək. Yeni bir uğur qazanmaq üçün çox çalışacaqsınız. Maddi durumunuz sabitdir. Qazancınız sizi qane edəcək. Xərclərinizi düzgün planlaşdırmaq sizə rahatlıq gətirəcək. Dərslərdəki sistemli yanaşmanız yüksək nəticə gətirəcək. Yeni bir elm sahəsinə başlamaq üçün əla vaxtdır. Sağlamlıq vərdişlərinizə sadiq qalın. Bu həftə daha diqqətli olun. İstirahət etmək üçün özünüzə vaxt ayırın. Ulduzların sizə məsləhəti. Mükəmməllik dalınca qaçmaq yerinə prosesin dadını çıxarın. Tərəzi. Ailə üzvlərinin arasında daha çox ünsiyyət olacaq. Bu münasibətlərinizi yaxşılaşdıracaq. Evdəki mühit çox sakit və xoş olacaq. Münasibətdə harmoniya axtarırsınız və bunu çox rahatlıqla tapacaqsınız. Subay tərəzilər üçün yeni bir eşq macərası gözlənilir. İş yerinizdəki sülh və əməkdaşlıq mühiti sizi çox xoşbəxt edəcək. Yeni layihələr karyeranızı irəliləməyə kömək edəcək. Maddi vəziyyətinizdə müsbət bir irəliləyiş olacaq. Pulunuzu düzgün idarə etmək gələcək üçün faydalıdır. Təhsildəki uğurunuz ətrafdakılar tərəfindən təqdir olunacaq. Yeni bir şey öyrənmək üçün çox həvəsli olacaqsınız. Stressdən uzaq durmağa çalışın. Özünüzə vaxt ayırın. Fiziki hərəkət etmək ruh halınızı yüksəldəcək. Ulduzların bu həftəyə olan sizin üçün məsləhəti. Tarazlığı qorumaq bu həftə sizin üçün ən vacib addımdır. Əqrəb. Evinizdə emosional bağların gücləndiyini hiss edəcəksiniz. Ailə üzvlərinizlə aranızda səmimiyyət hər kəsi sevindirəcək. Münasibətinizdə daha çox ehtiras və dərin hisslər olacaq. Subay əqrəbləri üçün sirli və maraqlı biri ilə tanışlıq ola bilər. İşdəki qərarlılığınız uğur qazanmaq üçün sizə kömək edəcək. Yeni imkanlar karyeranızda irəliləməyə şərait yaradacaq. Maddi durumunuzda müsbət dəyişikliklər gözlənilir. Qazanclarınız sizi tamamilə qane edəcək. Təhsildəki uğurunuz sizin üçün böyük bir motivasiya olacaq. Yeni bir elm sahəsinə başlamaq üçün
Çox həvəsli olacaqsınız. Enerjinizi idarə etməyi öyrənin. Çox yorulmayın. Sağlam qidalanmaq sizin üçün çox vacibdir. Ulduzların bu həftəyə sizin üçün məsləhəti. Dəyişimdən qorxmayın. Bu həftəki dəyişikliklər sizin xeyrinizədir. Oxatan, evinizdə şən və xoş bir atmosfer olacaq. Ailə üzvlərinizlə gözəl vaxt keçirəcəksiniz. Birgə səyahətlər planlaşdıra bilərsiniz. Sevgi münasibətlərində daha macəralı və həyəcanlı anlar sizi gözləyir. Subay oxatanlar üçün fərqli bir mədəniyyətdən olan biri ilə tanışlıq ola bilər. İşdəki vizyonunuz və cəsarətiniz rəhbərlik tərəfindən çox bəyəniləcək. Yeni layihələr karyeranızda böyük bir uğur olacaq. Maddi vəziyyətinizdə müsbət artımlar olacaq. Pulunuzu düzgün planlaşdırmaq gələcək üçün faydalıdır. Təhsildəki uğurunuz və motivasiyanız çox yüksəkdir. Yeni bir şey öyrənmək sizə zövq verəcək. Fiziki hərəkət etmək sizin üçün çox vacibdir. Sağlam qidalanmaq və bol su içmək həftəlik enerjinizi artıracaq. Bu həftənin məsləhəti: arzularınızın arxasınca gedin. Bu həftə uğur sizə yaxın olacaq. Oğlaq, evinizdə sakitlik və nizam hökm sürür. Ailə üzvləri ilə əlaqələriniz yaxşılaşacaq. Birgə qərarlar qəbul etmək üçün əla vaxtdır. Münasibətdə ciddilik və etibar axtarırsınız. Bu istəyinizə çatacaqsınız. Subay oğlaqlar üçün ciddi bir münasibət başlaya bilər. İşdəki məsuliyyətiniz və çalışqanlığınız rəhbərliyi heyran edəcək. Yeni iş imkanları karyeranıza irəliləməyə kömək edəcək. Maddi durumunuz çox stabildir. Gələcək üçün planlar qura bilərsiniz. Qazanclarınız sizi rahatladacaq. Dərslərdəki uğurunuz və məsuliyyətiniz sizə yüksək nəticə gətirəcək. Yeni bacarıqlar öyrənmək üçün əla vaxtdır. Sağlamlıq vərdişlərinizi davam etdirin. İstirahət etmək çox vacibdir. İdman etmək sizin üçün çox faydalıdır. Bu həftənin məsləhəti: səbirli olun. Uğur qazanmaq üçün düzgün yoldasınız. Dolça, evinizdə yeniliklər etmək istəyiniz ailə üzvləri tərəfindən müsbət qarşılanacaq. Ailə daxilində sülh və sevgi dolu bir ab-hava olacaq. Sevgi münasibətlərində daha çox dostluq və anlayışa üstünlük verəcəksiniz. Subay dolçalar üçün yeni tanışlıqlar çox uğurlu olacaq. İşdəki orijinal fikirləriniz və yaradıcılığınız çox bəyəniləcək. Yeni bir layihə karyeranızda irəliləməyə şərait yaradacaq. Maddi vəziyyətinizdə müsbət dəyişikliklər gözlənilir. Pulunuzu idarə etmək gələcək üçün faydalıdır. Təhsildə yeni bacarıqlar öyrənmək sizə zövq verəcək. Dərslərinizdəki uğurunuz ətrafdakıları təəccübləndirəcək. Fiziki aktivliyinizə fikir verin. Bu həftə daha çox hərəkət edin. İstirahət etmək və özünüzə vaxt ayırmaq çox vacibdir. Bu həftənin məsləhəti: özünüz olmağa davam edin. Unikallığınız sizin ən böyük gücünüzdür. Balıqlar, evinizdə emosional rahatlıq və sevgi dolu anlar olacaq. Ailə üzvlərinizlə birgə keçirdiyiniz vaxtdan böyük zövq alacaqsınız. Münasibətinizdə daha çox romantika və xəyallara yer verəcəksiniz. Subay balıqlar üçün ruh əkizini tapmaq ehtimalı çox böyükdür. İşdəki intuisiyanız və yaradıcılığınız sizə böyük uğur gətirəcək. Yeni imkanlara açıq olmaq karyeranızda irəliləməyə kömək edəcək. Maddi vəziyyətinizdə artım gözlənilir. Gəlirləriniz sizi sevindirəcək. Pulunuzu düzgün planlaşdırmaq vacibdir. Təhsildə daha yaradıcı olmağa çalışın. Nəticələriniz sizi sevindirəcək. Yeni bir şey öyrənmək üçün çox həvəsli olacaqsınız. Sağlam qidalanmaq və istirahət etmək sizin üçün çox vacibdir. İdman etmək enerjinizi bərpa edəcək. Ulduzların sizə olan bu həftə üçün məsləhəti: xəyallarınızdan əl çəkməyin, onlar gerçəkləşəcək. Bəli, 13-19 aprel həftəsi üçün proqnozlarımızın sonuna gəldik. Ümid edirəm ki, bu həftə hər biriniz üçün gözəl fürsətlərlə dolu olar. Videonun sonuna gəldik. Əgər hələ də abunə deyilsinizsə, kanala abunə olun və
bu videonu bəyənin. Növbəti həftənin enerjilərində görüşənədək özünüzə yaxşı baxın.